Trump Bərcam anlaşmasını cırıb kənara atanda müzakirələrin tək müxalifi deyildi. Səudi Ərəbistan ən az İsrail qədər o zamanki müzakirələr ilə müxalif idi. Amma bugünkü gün yenə Trump'ın Amerikanın Cumhurbaşkanı olduğu zaman əncam tapan müzakirələrin bir səssiz müvafiqi var. Səudi Ərəbistan çox böyük bir heyət ilə Ərəbistanın difa vəziri Tehrana gəldi. Hamı ilə, məxsusən Əli Xamenei ilə görüşdü. Bunun nə mənası var? Müzakirələrin hara gedəcəyini buradan təxmin edə bilərik ya yox? Taha Kirmaniyəm, siz Şirincəyə baxırsınız. Ağa buyurub ki, müzakirələr buraya qədər pis dərdi, amma mən xoşbin dərdim. Xameneinin bu sözünün türkü tərcüməsi yəni bu. Yaxçı olsa mənimdir, pis olsa mən əvvəldən demişdim də olmayacaq. Mübarək elə danışır, elə bir məhəllə məscidinin mallasıdır. Sanırsan heç fərmanda kulli quva, iqtisaddan siyasətə, hüquqdan ki yoxdur zaten hüquq, məmləkətin hər şeyinin başında duran bu adam deyir. Bütün ixtiyarlar, bütün güc Ay Xameneidə zərrə qədər məsuliyyət qəbul eləməyiz. Zərrə qədər olub bitənin, fəlakətin xərcini boynuna almaz, amma yaxçı olsa mənimdir də. Nə gözəl dünya. Elə Xameneinin hər zamanki taşıdır ki. Hələ bunlar bir tərəfdə qalsın. Ay Xameneinin, mübarəkin bir dənə doğru düzgün pişbinisi yoxdur. Bətər siyasətmədardır. Yəni olmayıb ki, bir dənə bir şey danışa ağzından, çox bir az fasilə sonra öz tüpürdüyünü yalamasın. İndi də bu məsələ Ərəbistan məsələsində olubdur. 96-da Ərəbistan məqamları ilə görüşməsi ilə ilgili Amerikalılara baxın görün nələr demədi. واقعا مضحک و تعجب آوره. یعنی کسانی که میرن مینشینن با رؤسای نظام قرون وسطایی قبیله‌ای عربستان سعودی، دیگه واقعا این رسوایی است که هیچ وقت به نظر من این لکه ننگ از دامن اینها هیچ وقت پاک نخواهد شد از دامن آمریکایی‌ها. مثل یه داغی در پیشانی اینها همیشه خواهد بود. Müzakirələr başlamamışdan qabaq dedi ki, müzakirə eləyən axmaqdır, şərəfsizdir. Yəni, bibləmək zorundayıq ki, Xameneinin sözlərini. İndi də Ərəbistanla ilgili yenə dedikləri də elə biblikdir da. Yəni, indi yenə də qabaqcan bunlarla görüşənlər filandır, behmandır demişdi. Ərəbistanla bağlı da bunları demişdi. İndi Ərəbistanın vəziri difası yazılanlara görə 70 nəfərlik bir heyət ilə, yəni bu səthdə bir nizami məqamın özü də bu cür çoxluq bir heyət ilə Tehrana bu vəziyyətdə gəlməsi və Bin Səlmanın da pəyamını Xameneiyə verməsi çox son dərəcə ilgincdir müzakirələrin bu aşamasında. Keçən şənbədən bu günə qədər bilirsiniz ki, müzakirələr hələ də var İran müstəqim, qeyri-müstəqim arasında gəlir, gedir və Amerikalı tərəf buraya qədər iki tərəfli danışıb. Əvvəldə dedilər ki, tamam İranın həstəyi, gücü, imkanları yerində qala bilər və məhdud olmalıdır. Yəni dedikləri rəqəm elə Bərcam dönəmindəki məsələni, istədiklərini deyirdi. O vəcə Bərcama razı olsaydı ki, Amerika çıxmazdı. Yəni Trump ki, o Bərcamdan razı deyirdi. İndi necə gəlib Bərcama razı olacaq. Bilafasilə bu danışıqdan sonra Amerikanın baş müzakirəçisi gəlib bir tweet atdı və onun üzərinə Amerikada söhbətlər qarışıb. Amerikada zahirən deyirlər ki, Trump heyətində iki tərzi fikr vardı müzakirələri ilə bağlı, amma bildiyimiz, təxmin elədiyimiz kimi son sözü Trump deyəcək. Trump da müsbət danışdıqlarına davam eləyir müzakirədən öncə. Şovmen olduğunu əgər diqqətə alsaq, bəlkə ola bilər ki, bu şənbədəki müzakirələrə bir ön hazırlıq, bir psixolojik baskı gəlmək istəyir İran tərəfinə.
Baxıb görəcək ki, nə cürdür. İran tərəfində feilən ki, hər zaman olduğu kimi millət naməhrəmdir. Biz məhduddur bildiklərimiz ağaların dediyinə. Ommanda işi bəlkə məhduddular və heç bir xəbərnigar da oraya qoymamışdılar ki, biz dəqiqən bilək ki, orada müzakirələrdə, əvvəl müzakirələrdə nələr oldu. Və elə bu üç müzakirələrin ikinci həftəsi bərqüzar olacaq. Məlumdur ki, müzakirələrdə bir pişrəft var. Baxaq görək iki tərəfin danışıqları haraya yetişəcək. Və Ərəbistan məsələsi bu günlərdə, bu ortamda özü də Ali Tərin Səthi Nizamidə belə heyət ilə Tehrana gəlməsi fərqli təxminləri də bərabərində gətirdi. Bir çox mərkəziyyətçi sərasəri düşünən İrandakı müxaliflər deyirlər ki, Cümhur-İslami hazırlaşır ki, bunyadin bir təğyir olsun. Xamenei orada Sorumurugunda oturduğunda necə bünyadin bir təğyir ola bilər? Cümhur-İslaminin harasından azaldıb, harasını çoxaldacaqlar ki, bunun adı olsun bunyadin təğyir, bunu bilmək çox çətindir. Bəli, bu məsələyi ki, İran İslam Cumhuriyyəti son dərəcə ağır baskılar altında məcbur oldu getsin, otursun Amerikalılarla danışsın. Məlumdur ki, bu hefz-i nizam, ocəb-i vacibatdan deyən sözdən yola çıxıb bəzi dəyişikliklərə də gedə bilərlər. Heç bəid deyil ki, Cümhur-İslaminin bəlkə durub savunduğu bəzi o pustə, zahiri məsələlərdən bir əqəbneşinlik olur. İndi bu əqəbneşinliklər sizin bizim xeyrimizə olma təxmini, umudunu ummaq çox-çox çətindir. Çünki Tehran görsədir, belə məsələlərdə sadəcə xarici təhdidi bərtərəf eləmək üçün onların xeyrinə bir əqəbneşinlik eləyər. Yəni, bu aşamada, bu mərhələdə insan haqları ilə ilgili bir yaxçılaşma umud eləmək İranda çox uzaqda duran bir çətdir feilən hələ görünən onu görsədir. Amma bütün bu nişanələr bizə bunu göstərir ki, İran çox ciddi təğyirlərə məcbur qalıb və o siqnalı da maksimum qədər verir. Qarşınasların nəzərini yan-yana qoyduğumuzda bütün hamısından bir məcmu, bir çəkidə əgər istəyəm sizə xülasə eləyəm, bunu deyirlər ki, İran xoşbinanətərin halətdə çalışacaq ki, Amerika tərəfindən bir zaman alsın. Yəni günü qurtarsın. Bu günü rədd eləsinlər, bu gün qutulsun, bu böhranı, bu borhey həssası kunununu rədd eləsinlər, bir pulu əgər eləyə bilsinlər, əldə eləsinlər, məntəqədə zəifləyən qollarını gücləndirib həyatlarını qarant eləsinlər. Yəni yenə də anladığımız budur ki, bizə bir, yəni millətin vəziyyətinin yaxçılaşmasına umudlu olmaq çox çətindir. Amma bir tərəfdən də bu vardır ki, biləxərə Amerika və Trump yönətimi bir geçmiş təcrübəyə sahibdir. Biden dönəmində də gördülər ki, İran bu müzakirənin, bu vaxt almanın nəticəsində məntəqədə nələr eləməyə qadirdir və bu İranın məntəqədəki gücünün artması necə bölgə ölkələri, özəlliklə də Ərəbistanı və Türkiyəni və o birilərini necə rahatsız eləyir. Bu vəziyyətdə İranı təkrar özünü məntəqədə bu Hilal-i Şiə və ya Cibhə müqavimət öz dedikləri ilə gücləndirməyə təkrar bir şans verərlər ya yox. Bu ortamda müzakirələr bir nəticəyə yetişər ya yox, ya Trumpın içində bir o Qozini Nizami məsələsini xatırlatması nə ola bilər? İsrail bir yerdə öz başına hərəkət eləyər və ya yox, o qədər də olmaz, Amerikanın müsbət nəzərinə almadan bir hərəkət eləməz ya yox. Bunlar hamısı önümüzdəki günlərdə bəlkə açıla biləcək bir muammadılar. Amma arxayın bildiyimiz bəzi şeylər var. Bu ki, Cümhur-İslami özündən difa eləmə, özündən deyirəm, millətdən yox. Çünki burada tərəfi müamilə millət deyil zahirən. Hökumət özündən necə difa eləyə bilər? Çox çətin bir sualdır. Görsədib ki, geçmiş aylarda İsraillə bu aralarındakı zədəxorda, vurha-vurda məlumdur ki, difa eləyə bilmir. Bəli, qadirdir ki, Amerikanın məntəqədəki və ya hətta İsrailin
və ya bəlkə də əslən Ərəbistanın neft quyularına, bütün bölgədə, yəni əgər mən batacağım, bütün bölgəni batıraram məntığı ilə yola çıxsa Xameneyi, eləyə bilər ki, bir çox yerə və ölkəyə zərər versin. Bu da bəlkə İranın başına uçacaq savaş fəlakətinin qabağını alan nadir şeylərdəndir. Səbəblər nədir bir tərəfdə qalsın, vəli elə hər halükarda savaşa səbəb olmayan bu nəticə özlüyündə bu ortamda sevinə biləcəyimiz bəlkə də tək şeydir. Ona görə savaş nə qədər məmləkətdən uzaqda qalsa, biyələyaqçıdır, ayrı bir yolu çarəsi yoxdur. Siyasi vəziyyətdə, siyasi atmosferin açılması, azadlıqların bir balaca indikindən daha fərqli halə gəlmə ehtimalının olmayacağını nədən deyirəm? Çünki İranın zahiri açdığı fəzalar da hökumətin bir qolu, bir oyunu, bir planının bir parçası da əslində biz görürük. Zaten Cumhuriyet İslami'də bundan başqa ayrı bir şey də gözləmək olmazdı, amma İndi gördüyünüz bəzən müxalif səslərin çıxdığını, məxsusən sosial mediada, YouTube'da gördüyümüzün nə mənaya gəldiyini mənim də çox sevib yaxından təqib elədiyim sosiolog Mustafa Mehrayinin ağzından bir yayında özü dedi. Elə işin xülasəsi də zahirən bundan ibarətdir. هم تو حرفامو زدم خب اونم تو فضای حداقلی که الان باز کردم، میگن هر لحظه ممکنه گلوله بزنن تو سر من شلیک کنن، همینجا دم در همینجا، نه جای دیگه. میگه اینجا مال کجاست؟ میگه اینجا مال سیستم نیست. ها؟ نه اینجا استودیو اجاره نه کرد. اینجا استودیو اجاره نشه، اینجا مال وزارت اطلاعاته. خب نمیخواد عزیزم، من نمیخوام از کجا در بیارن. خب جوری حرف نزن که گویی مهرائین از سازوکارهای عمل جمهوری اسلامی با بیخبره، حالا تازه مثلا این آدم گول خورده، فریب خورده، بازیچه دست وزارت اطلاعات شده. خب بذار راحتت کنم میلاد جان. پات استودیو آزاد کل این اندیشکده‌ها مال وزارت اطلاعاته. کلش مال وزارت اطلاعاته. من اگر وارد اینجا میشم فقط واسه اینکه تریبون پیدا کنم، دو تا کلمه حرف خودمون بزنم، هیچ باوری به این سازوکارها ندارم، چون نتیجه‌ای نداره این بحثا. این یکی Vaxtınızı çox almaq istəmirəm. Yenə də olub bitəni siyasətdən sosial olaylara qədər təqib eləyəcəyik və şirin çay vasitəsilə sizinlə paylaşmağa çalışacağam. Amma unutmayın lütfən, bizim tək məcramız elə bildiyiniz kimi YouTube-dir. Ona görə xahiş edirəm ki, Şirin Çayın YouTube kanalını əgər abunə olmayıbsınız, abunə olun, bəyənin və nəzərlərinizi yorumlarda, videoların altında sansursuz bir şəkildə istədiyiniz kimi yazın. Əgər videolarla ilgili bir öneriniz də var, lütfən bizimlə paylaşın. İşğallarımızı azaldıb daha standart bir yayın yolumuza sağlıqlı bir addımlarla devam edək. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun, sağlıcaqla qalın, şirin çayla qalın.